Nikol Paşinyan Oskanyan və Koçaryanı alçaq və quldur adlandırıb. Yeni Sabah Azarmenyan Nevsa istinadla məlumat verir ki, baş nazir hökumət iclasındakı çıxışında bildirib. Bu eks-məmur əlinə xəncər olaraq statuslar pilaşır, ancaq uşaq bağçasından heç danışmır. Bu məsələ Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Vardan Oskanyan və arvadı ilə bağlıdır. Oskanyanların Dilicanda bağçaya necə sahib olmasını kimsə izah edə bilərmi? Bu yaxınlarda baş nazirin qızına hansısa kollec binasını verildiyi haqda xəbərlər yaymağa başladılar. İndi qeyri-qanuni əmlakın müsadirə edilməsi üçün 4 istiqamət aktivləşəndə onların bir vəzifəsi var, bizim onlarla eyni olduğumuzu göstərmək. Onlar artıq alçaq quldur. Əclaf olduqlarını gizlətməyə çalışmırlar. Məni bu ifadələrə görə bağışlayın. İndi qarşılarına başqa məqsəd qoyublar, baş nazirin onlarla eyni olduğunu göstərmək. Deyirlər, baxın, baş nazir Fransada 3 milyon avroya ev alır. Fransada 1-2 daşnaq var, 3 avroya bir həftəyə sayt açıb orada hər cür cəfəngiyyat yazırlar. Məsələn, Robert Koçaryanın rüşvətxor olduğunu biz rəsmi qeyd etməmişik. Bu, məhkəmənin qərarı ilə qeyd edilir. Bundan sonra mən Robert Koçaryanın adını çəkəndə Robert Koçaryan rüşvətxordur deyəcəm.